Necəsiz? Bugün sizinle yeni oyunla karşı-karşıyayız. Hello Neighbor'la karşı-karşıyayız uşaqlar. Atıt 1'i bugün axırına qədər çəkəcəm. Atıt 2, Atıt 3 diğer videolarda olacaq uşaqlar. Və vaxt keçmədən tez başlayaq uşaqlar. Gəl uşaqlar, nə olacaq? Oynaya biləcəkmi Hello Neighbor'ı? Məncə qəşəng. Məncə o da ayıqdır yəni. Asan təsmin oynamaq Hello Neighbor ama başlayır indi demək. Bu usta var, Kazım Usta heç sevmirəm uşaqlar. Siz niyə? Çünki o kadar səs çıxarır ki, yata da bilmirəm ha. Yəni adamlar onun əlindən yata bilmirlər, qonşular ondan şikayət edirlər. Yəni bu sağ qonşular. Özde bu adam heç yatmır aşağıya. Yani bu adam elə adamdır ki heç yatmır. Deyim gecə, səhər. Beş üç dəqiqəlik yatdı uşaqlar. Sonra oyun çıxartdı. 5-3 dəqiqəlik yatdı uşaqlar, ondan sonra oyun çıxardı. Yani bunda ümumiyyətlə gecəyə qədər yatmaq diye şey də yoxdur ha. 5 dəqiqə, 1 dəqiqə falan filan. Bunda ağıl işləyir. Adı üstünde Kazım Usta diye. Bu neydi? Əsəbləşdirir Kazım Usta uşaqlar. Sıxı yandırdım. Ya bunu yandırmaq istəyəm uşaqlar. Siyam. Yani buradan gitsək. Geçə bilmirəm ama. Keçdik uşaqlar. Bunu alırıq. Sonra indi isə açırıq uşaqlar. Atdıq açarıq. Maşını açan götürürük. Bunu da belə eləyirik. Uşaqlar mən eşitdim yoxsa Kazım Usta özünü öldürüldü. Açıl da. Al bunu. Açıl. Ve attık uşaqlar. Bunu aldıq. Arxa tərəfi qaçırıq uşaqlar. Eğer bu videonun yani ne videosu olduğunu düşünürsünüz uşaqlar. Yani bu oyunu necə oynamaq lazım onu göstereyim. Yani. Sonra uşaqlar gəlirsiniz buradan. Buna belə üst-üstə qoyursunuz uşaqlar. Sonra belə çıxırsınız. Burada uşaqlar bu gördünüz də şunu. Bax bunu alırsınız uşaqlar. Sonra bunu atırsınız uşaqlar. Bunu alırsınız. Bundan yiyəcək deyilsinizsə, yəni bunu bilirsiniz olsa yerini açandır. Bundan buranı açırsınız uşaqlar. Sonra buranı açırsınız. Baxın burada İngiliz anahtarı var. Bu İngiliz anahtarını bir tane bildiğimiz yer vardı. Uşaqlar ora şey eləyirik. Oranı açırıq. Arkada bir yer vardı. Uşaqlar xatırlısınız. Bunun səsi niyə bu kadar çox çıxır? Qırdıq uşaqlar. Çıxdıq. Baxın uşaqlar. İngiliz anahtarı da bu buranı açır uşaqlar. Gəlsiniz buranı açırsınız. Sonra buraya çıxırsınız. Baxın bəzi havalı insanlar belə eləyirlər. Uşaqlar pəncərə qırılır. Şəkil. Qırdıq. Qırmızı anahtarı alırıq uşaqlar. Burada heç onsuz yoxdur, yəni başqa. Başqa işin yoxdur. Bu üzərinə çıxmağı dənəcəm uşaqlar. Sonra uşaqlar bunu açandan sonra qabağa getsəz Hello Neighbor qarşı-qarşıya. Əgər çöldədirsə Hello Neighbor baxda girə bilərsiniz. Baxın Hello Neighbor'un içəridə olduğu üçün Kazım Usta buranı mən bağlayıram ki uşaqlar arxadan girə bilim deyə. İndi işıqlar söndü. Oy. Bu kişi yaxalanmadınız. Bunu yaxalanda uşaqlar 2 dənəsə rüya görsədi uşaqlar. Ürəyim qorxdu ya, adam oradan çıxdı, ürəyim qorxdu uşaqlar. Vallahi ürəyim qorxdu. Girdim uşaqlar.
Baxın, buradan girəndən sonra bu qırmızı anahtarı burada işləsin uşaqlar. Buradan girəndən sonra sizə belə yeri qarşı eləyir uşaqlar. Sonra gəlirsiniz, baxın bunun şey olduğunu düşünmürsünüz. Baxın uşaqlar, buna vurursunuz, görürsünüz uşaqlar, o da açılır. Sonra baxın uşaqlar, bunu belə bağlayanda bunun qapının dəqiqliyini də baxa bilirsiniz uşaqlar. Deliyindən də baxa bilirsiniz. Bayaq baxdım əslində, görürsünüz uşaqlar. Sonra bunu alırsınız uşaqlar. Buranın bağlı olduğunu görürsünüz uşaqlar. Baxın, əgər keçmək istəyirsinizsə, gəlsiniz buranı belə edirsiniz uşaqlar. Bura açılmadığı üçün buradan gəlsiniz. Çox qorxdum. Uşaqlar, buna baxın. Geysi qorxduq da gör ki. Sonra gəlsiniz uşaqlar, buradan belə edirsiniz. Sonra bunu belə edirsiniz. Bunu da belə atırsınız. Bunu açaq. Bu da bu yana çıxır. Bunu da açıq uşaqlar. Bunu bilirəm onsuz. Bizim bayaqki otağımıza. Baxın, bilirəm uşaqlar burana. Çıxıb buranı da açaq. Uşaqlar, vallahi mən bunu anlamıyorum. Bu təkərlərin burada nə iş var? Burada da qəşəng şey çəkmiyorlar. Nə deyil, ona film uşaqlar valla. Baxın uşaqlar, sizə deyim, qapının dirəyinə baxmaq olur. Gördünüz uşaqlar, belə baxa bilirsiniz. Orada deməli stol var uşaqlar ki, bağlayır oranı. Buradan keçməli deyilik uşaqlar. Baxın, bura gəlirik. Sonra buradan gəlirik. Ki buradan bayaq baxdım. Qap. Burada açılmır. Xardan gedirdik uşaqlar. Burada açılmırdı, hə. Yox uşaqlar, mən əslində bu oyunu oynamışam uşaqlar, amma yadımda qalmayıb ha. Aha bax. Baxın uşaqlar, buradan gəlirik. Buna baxın. Ay şey, elektrik söndürmüş gəx. İnşallah gördü de şey. Baxsın inşallah. Onu atmaq üçün inşallah. Lazım bura bağlayalım. Ve götürək belə. Bunu belə uşaqlar. Sonra baxın uşaqlar, bunun üzərinə belə, bunun üzərinə belə, bunun üzərinə də belə atmalısınız uşaqlar. Əslində zor oyundur, amma yəni yaxşı oyundur yenə də. Hə, çıxdım. Sonra uşaqlar baxın belə atlanırsınız. Baxın burada belə şey olacaq uşaqlar. Buna basırsınız. Yaşıl, bu qırmızı yanırsa deməli bu qapı açıqdır. Əgər yaşıl yanırsa baxın uşaqlar, bunu mən belə qaytara bilərəm. Baxın uşaqlar. Yox, qaytarmıram. Baxın uşaqlar, qaytarıram. İndi bu qapı bağlıdır. Buna basırsınız. Deyin uşaqlar. Baxın indi. Qapı açıqdır.
Qapı indi açıqdır. O radiatordur, uşaqlar, radiatoru bağlayırsınız. Radiatoru söndürəndən sonra qapı açıqdır. O radiatorla qapının dəmirlərini bağlayıb Kazım usta. Yəni onun üçün qapı açılmırdı, yoxsa açılardı uşaqlar. İndi baxın. O yox. Enayiyə baxın, oradaydı. Radiatoru yandırmamız lazım. Yandırmalıymış. Kazım usta radiatordan keçə bilmir. Bunu yaşlı yandıran deyəsin yandım. Şöyle çaşmayın bakın. İnşallah bakın açıldı. Gördünüz inşallah qapı açıqdı. Açıldı. Ondan sonra inşallah birində akıtı bitirmiş oluruq inşallah. Sonra bakın buradan belə çıxırıq. Sonra buradan belə inşallah. Bakın inşallah. Qapım belə açıqsa sonra sizi belə səhnə ilə qarşılayır inşallah. Kazım usta belə gəlir. Sonra baxın belə axırda qaçasınız. Yəni qaça bilməz əslində. Kazım usta axırda sizi yaxalayır, yəni tutur. Ondan sonra baxın buradan acıt 2-yə keçə bilirsiniz, amma yəni acıt 2-ni pullu olduğu üçün yəni almamışam deyə belə. Baxın sonra belə acıt 2 başlayır uşaqlar. Acıt 1 belə idi uşaqlar. Digər videomuzda acıt 2-də görüşər uşaqlar. Sağ olun uşaqlar.